Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz müsəlman qardaş və bacılarım, bugün mən sizə haqq yolda sabit qalmaq üçün ediləcək 5 dua barədə danışmaq istəyirəm. Bu duaları öyrənin. Heç olmasa üzündən oxuyun. Əzbərləsəniz daha yaxşı olar. Bu dualarla Allaha yalvarsanız, Allah Subhanahu sizi daim haqq yolla gedən müsəlmanlardan edəcək, ixtilaflı məsələlərdən sizi çıxaracaq və doğru yola yönəldəcək, həmçinin sizə müdriklik bəxş edəcək, harada nə danışacağınızı, nə əməl edəcəyinizi sizə öyrədəcək. Etdiyiniz əməllərin sırf Allah rızası üçün ixlasla olmasını sizə müvəffəq edəcək. Eləcə də sizə hilə quran olsa, sizi o hilədən qoruyacaq. Sizə düşmənçilik etmək istəyən olsa, onlara qalib gəlməkdə sizə kömək edəcək. Beləliklə də son nəfəsinizə qədər bu yolda sabit qədəm qalacaqsınız. Bu dualar Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi dualardır. Birincisi, gecə namazında Rasulullah sallallahu aleyhi ve sellemin etdiyi istiftah duası. Bu fərqlidir. Gündüz namazlarında, fərz namazlarında etdiyiniz istiftah duası başqadır. Gecə namazında olan istiftah duası başqadır. Bu da müsəlman qalasında var. Tapıb oradan oxuya bilərsiniz. Allahümme Rabbe Cibrailə və Mikailə və İsrafil Fatıras səməvati vəl-ard alimel qaybi və şəhədə innəkə təhkumu beynə ibadikə fīmə kənu fīhi yaxtəlifun ihdini liməxtulifə fīhi minəl haqq biiznik innəkə təhdi mən təşəu ilə sıratın müstəqim. Ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göylərdə və yerdə olanı, qeybdə və aşkarda olanı bilən Allahım, qulların arasında, onların ixtilafa düşdüyü məsələlərdə doğru qərarı verən sənsən. Elə isə bu ixtilaflarda mənə doğru yol tutmağı nəsib et. Məni doğru yolla yönəl. Həqiqətən sən doğru yola yönəldirsən. Hər gecə Allahdan bunu səmimi qəlbdən istəsəz, Allah sizi daim doğru yola yönəldər. İkinci dua, Peyğəmbər sallallahu aleyhi və səlləmin Əbu Bakr As-Siddiq radiyallahu anh'a öyrətdiyi duadır. Görün kimə öyrədir bu duanı. Yəni, hər bir insanın qəlbinə riya toxuna bilər. Odur ki, biz riyadan qorunmaq üçün gərək mütəmadi olaraq bu dua ilə Allaha yalvaraq. Allahümme inni əudu bikə min ən uşrikə bikə və ənə ələm və əstəğfirukə limə lə ələm. Allahım, bilərəkdən sənə şərik qoşmaqdan və bilməyib etdiyim günahdan sənə sığınıram. Bu dua da müsəlman qalasında var. Oradan tapıb oxuya bilərsiniz. Həmçinin müdrik olmaq üçün Peyğəmbər sallallahu aleyhi ve sellem bizə dua öyrədib. Bu duanı da səcdədə etsəz, Allah subhanahu onu sizdən qəbul etsə, sizə daim müdrik olmağı nəsib edər. Allahümme ətiniyəl hikmətəlləti mən utiyəhə fəqad utiyyə xayran kəthirə. Allahım, mənə elə bir hikmət bəxş et ki, o hikməti bəxş etdiyin kimsəyə böyük nemət, böyük xeyir vermiş olasan. Dördüncü dua artıq düşməndən qorunmaq üçündür. Allahümme ensurni alə mən zələməni və ərini minhu thəri. Allahım, mənə zülm edən kimsəyə qalib gəlməyimə mənə kömək ol və ondan aldığın intiqamımı mənə bu dünyada göstər. Və nəhayət 5-ci dua Rabbi ə'inni və lə tu'in aleyyə və ansurni və lə tənsur aleyyə və amkur li və lə təmkur aleyyə və əhdini və yəssiril hudə ileyyə və ansurni alə mən bəğə aleyyə. Ey Rəbbim, şeytanın və nəfsimin mənə qalib gəlməyinə kömək olma. Mənim onlara qalib gəlməyimə kömək olma. Düşmənim mənə qalib gəlməyinə kömək olma. Mənim ona qalib gəlməyimə kömək olma. Kimsənin mənə qarşı hilə qurmasına yol vermə. Mənim ona qarşı tədbirli olmağıma, hilə qurmağıma kömək ol. Məni doğru yola yönət və bu yolla getməyi mənim üçün asanlaşdır. Və bir də mənə haqsızlıq edən, mənə zülm edən kimsəyə qalib gəlməyə mənə kömək ol.
Əziz müsəlmanlar, bu 5 duanı əzbərləyin. Birincisini namazın əvvəlində, yerdə qalanını isə səcdədə, çünki insan Rəbbinə daha yaxın olur. Səcdədə insan daha yaxın olur Rəbbinə. Bu dualarla Allaha yalvarın ki, Allah Subhanahu wa Taala sizi ömrünüzün sonuna qədər haqq yolda sabit qədəm etsin. Allahdan istəyən budur ki, Allah Subhanahu wa Taala bizə davamlı olaraq imanımızın artmasını nəsib etsin. Allahümme inni nəsəlükə imanən la yartad və nəimən la yənfəd və murafaqədən Nəbiyyəkə Muhammedin sallallahu aleyhi və sələm fi a'ləl cənnətil xuld. Allahım səndən dəyişməyən iman, tükənməyən nemətlər və Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm ilə bir yerdə ən uca cənnətdə olmağı diləyirik. Subhanəkallahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənd əstəğfiruka və atubu ileyk.